Pasportumu Londonun hava limanındakı sərhəd polisinə uzatdım. Vərəqləyib soruşdu ki, niyə qayıtmısan? Dedim təhsilimi davam etdirməyə. Axı vizanın müddəti başa çatır. Gələn ay çıxmalısan ölkədən. Niyə geri qayıtmısan? Soruşdu məmur. Duruxdum, bilmədim nə cavab verim. Bakıya səyahət edəndə heç ağlıma da gəlməmişdi ki, Britaniyada qalmaq icazəm başa çatır və bu problem ola bilər. Bilsəydim heç getməzdim. Dedim əşyalarım ki buradadır, onları götürməliyəm. İzah etdi ki, əşyalarını sənə göndərə də bilərlər. Sonra başqa nəsə də dedi, nəsə soruşdu və bildirdi ki, gəl kənarda gözlə, səninlə danışacaqlar. Başa düşdüm ki, çətin olacaq. Vizam başa çatmamışdı, amma vaxtına çox az qalmışdı. Telefonumu və digər əşyalarımı əlimdən alıb apardılar məni aeroportun həbsxanasına. Çox da böyük olmayan otaqda dəmirdən skamyalar var idi. Başqa heç nə. Divarda saat belə yox idi. Otaqda məndən başqa bir neçə nəfər də var idi. Kanadadan gələn bir qadını sənədlərində problem olduğu üçün saxlamışdılar. Sonra onu geri göndərdilər. Hərdən gəlib qapını açırdılar. Yeni kimsə daxil olurdu və ya içərdən kimisə qaytarırdılar öz ölkəsinə. Mən də öz növbəmi gözləyirdim. İçəridə Ukraynadan gəlmiş bir qadın da var idi. Dostlaşmışdıq onunla. Bizim dostluğumuz qəribə idi. Nə o ingiliscə bilirdi, nə də mən səlis rusca. Fikirlərimi rus dilində çətinliklə izah edirdim. Ona təsəlli verməyə çalışırdım. Yuliya İngiltərədəki sevgilisini görməyə gəlmişdi. Ancaq vizası qaydasında değildi. Elə hey ağlayırdı. Bilmirdim öz halıma yanım, yoxsa onun. Sonra isə ən pis olanı baş verdi. Onu da deportasiya etdilər. Hərdən bizə yemək və su təklif edirdilər. Həyəcandan və narahatlıqdan heç nə yeyə bilmirdim. Təkcə su içirdim. Dəmir skamyada mürgülənməyə çalışırdım. Vaxtdan xəbərsizlik çətin idi. Neçə saat, neçə gündür buradayam. Nəhayət növbə mənə çatdı. Məni apardılar başqa bir otağa. Çamadanımı da gətirmişdilər. Bir neçə nəfər idilər. Deyəsən aralarında psixoloq da var idi. Məndən soruşdu ki, nə hiss edirsən? Cavab verdim ki, yorğun və narahatam. Bir-bir çamadandan çıxardıqları əşyalar haqqında soruşurdular. Həmin vaxt, yəni 2007-ci ilin sonları Londonda təzəcə Azərbaycan Evi Mədəniyyət Mərkəzini təsis etmişdik. Təzəcə deyəndə də ki, təxminən bir il olardı. Amma bir ay idi ki, artıq öz binamız var idi. Əslən Qarsdan olan filantrop sədrimiz Dr. Əli Təkin ataların sayəsində. Mərkəz üçün Bakıdan bir neçə poster və kitablar gətirmişdim. Posterlərin arasında rəssam Mübariz Əliyevin çəkdiyi və 1992-ci ildə çap edilmiş Rəsulzadənin fırçabıq təsviri də var idi. Məhz bu poster daha çox diqqət çəkmişdi. Yadıma gəlir ki, onun kimliyini izah etməyə çalışırdım məni sorğulayan məmurlara. Bir müddətdən sonra tərəddüdlə posteri bir kənara qoydular. Sonra fotokameranı açdılar. Şəkilləri sağa-sola sürüşdürdülər. Birdən Türkiyənin həmin vaxt baş naziri olmuş Erdoğanın Prezident Əliyevlə birgə şəkli göründü. Bu ki Türkiyənin lideridir. Aralarından biri onu tanıdı. Siz çəkmisiniz? Soruşdu. Deyəsən təəccüblənmişdi. İzah etdim ki, bəli, mən çəkmişəm. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar yığışıb gediblər Bakıya. Məni də dəvət ediblər. Bu isə rəsmilərin iştirakı ilə olan tədbirdəndir. Ondan sonra heç nə soruşmadılar məndən. Bütün əşyalarımı ehmalca qaytarıb qoydular çamadana. Məni isə apardılar o saatsız təcridxanaya. Həmin o dəmirdən, soyuq skamyaların birində uzanmışdım. Yatmağa çalışırdım. Qapı açıldı. Gənc bir polis nəfəri adımı çağırdı. Pasportumu mənə uzadıb dedi ki, girə bilərsən ölkəyə. Ancaq vizanın vaxtı başa çatmamış, tərk etmək lazımdır Britaniyanı. Əlbəttə, cavab verdim. Azərbaycan evinin zirzəmisində balaca bir otaqda qalırdım. Dəmirdən sərt çarpayım var idi. Həmin vaxt o, mənim üçün ən rahat yataq idi. Uzandım və az qala 24 saat yatdım.